Diqqət, diqqət, təcili xəbər. Gecələr yuxusuz qalıb mühafizəçi işləyən, sübh tezdən yolları süpürən, təmizlik işləri görən, əlində bir qəpik çörək pulu qazanmaq üçün hər cür zəhmətə qatlaşan əziz pensiyaçılarımız. Sizə şad xəbər deyil, əksinə, bədbəxtlik məktubu gələ bilər. Kabinetlərdə elə bir təklif irəli sürülür ki, qəbul edilsə, işləyən pensiyaçıların pensiyasının baza hissəsi 30% azaldılacaq. Hətta qeyri-rəsmi, bəlkə də bir qohumunuzun kiçik dükanında kömək etdiyiniz hər aya görə sizə 300 manata qədər cərimə yazıla bilər. Deyirlər ki, müfəttişlər bütün müəssisələrin işçilərinin siyasını tək-tək yoxlayacaqlar. Bu haqsızlığa susa bilmərik, əzizlərim. Siz ömrünüzü bu vətənə, bu torpağa həsr etmişsiniz. Gecə-gündüz çalışıb, ailə saxlayıb, uşaq böyütmüsünüz. Bəlkə də Bakıda, bəlkə də Rusiyada, Türkiyədə çörək pulu arxasınca gedən övladlarınızın evinə baxa-baxa torpağınızı qoruyub saxlayıb uşaqlarınızı böyütmüsünüz. İndi bu yaşda, yorğun halda bir parça çörək pulu qazanmaq üçün gecələr gözünüzü qırpmadan mühafizəçi durursunuz, yaxud təmizlik işləri görürsünüz. Bəlkə də heç bilmədən bir dostunuzun, qonşunuzun, qohumunuzun xahişi ilə azacıq kömək edirsiniz ki, ailənizə zəhmətinizlə halal çörək gətirəsiniz. Hər bir qəpiyiniz halal zəhmətin bəhrəsidir. Bəs indi də çıxıb deyirlər ki, bu zəhmətinizin əvəzini kəsməliyik. Sizin kimi illərini vətənə xidmətə sərf edən hər bir ağsaqqalımız, hər bir ağbirçəyimiz bilməlidir ki, onların bu haqqı toxunulmazdır. Zəhmətinizlə qazandığınız hər bir qəpik halaldır və heç kimin ixtiyarı yoxdur, onu sizdən alsın. Mən sizdən soruşuram, dəyərli böyüklərim. Bu günə qədər necə dolanmısınız? Necə çörək pulu qazanmısınız? Necə olur ki, bu yaşda belə haqsızlığa məruz qalırsınız? Öz hekayənizi, çətinliklərinizi mütləq bizimlə bölüşün. Bəlkə də siz öz ömrünüzü 80-90 illərə hesablayırsınız. Amma 50 il, 60 il stajınız var. Öz əməyinizlə, halal zəhmətimizlə övlad böyüdüb ailə qurmusunuz. O ailə ki, bu gündə sizin ümidinizdir, gücünüzdür. Bu gün, bu zəhmətkeş insanların qarşısına çıxan bu maniyələr haqsızlıqdan başqa bir şey deyil. Hər bir şərhimiz, hər bir sözünüz bu haqsızlığa qarşı çıxmaq üçün bir səsdir. Siz bu ölkənin dayağısınız, bünövrəsisiniz. Mən sizi tək buraxmayacam. Mən sizin hüquqlarınızı qorumağa hazıram. Bu cür vacib məlumatları, pensiya qanunlarındakı dəyişiklikləri qaçırmamaq, öz hüquqlarınızı hər zaman bilmək istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın. Çünki bu kanal sizin səsinizdir, sizin hüquqlarınızın müdafiəçisidir. Əvvəllər necə idi? Ölkəmizdə pensiya sistemi formalaşarkən yaşlı insanların, yəni əmək qabiliyyətini itirmiş və ya müəyyən yaş həddinə çatmış vətəndaşların rahat yaşamasını təmin etmək əsas prinsip idi. DSMF, yəni Dövlət Sosial Müdafiə Fondu, insanların illərlə yığdığı sosial sığorta haqları əsasında pensiyaların verilməsini təmin edirdi. Hətta qanunvericilik pensiyaçıların əlavə işləməsinə mane olmurdu. Əksinə, onların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün bir imkan kimi dəyərləndirilirdi. Nənələrimiz, babalarımız həyatın hər cür çətinliyini görüblər. Müharibələr, azlıqlar, çətinliklər yaşamışlar. Onlar ölkəni qurublar, ailəni yaşadıblar. Təsəvvür edin, o dövrlərdə pensiya alan bir insan əgər özünü güclü hiss edirdisə, bəlkə də kiçik bir bağçada çalışırdı, yaxud nəvələrinə baxırdı, evdə nəsə toxuyurdu, ya da qonşusuna kömək edirdi. Heç kim ona demirdi ki, sən işləyirsən, gəl sənin pensiyandan kəsək. Əksinə, bu onların aktiv həyat tərzi, cəmiyyətə faydalı olma arzusu kimi qiymətləndirilirdi. Övladları Bakıya ya da ölkə xaricinə, Rusiyaya, Türkiyəyə iş dalınca gedən kəndlərdəki, rayonlardakı ağsaqqalımız, ağbirçəyimiz, o vaxtlar da özlərini tək hiss etməsinlər deyə hər zaman bir işlə məşğul olurdular. Onların zəhməti hər zaman dəyərləndirilirdi. Bəs indi, bu gün bizə təqdim edilən yeni təkliflər reallığı tamamilə dəyişir. Deyirlər ki, gecə mühafizəçisi işləyən, sübh tezdən təmizlik işləri görən, bəlkə də bir mağazada satıcıya kömək edən pensiyaçının qazandığı hər əlavə manat onun başına bəla gətirə bilər. Düşünün, 70 yaşlı Ayşə nənə ömrü boyu kənddə heyvandarlıqla, əkinçiliklə məşğul olub. 2 oğul, 3 qız böyüdüb. Oğlanları Rusiyada tikintidə işləyir, qızları ailəli. Ayşə nənə hələ də kənddə yaşayır, öz kiçik təsərrüfatı var. Yayda pomidor əkir, qışda kartof. Nəvələri 4-cü sinifə gedir, məktəbdən gələndə nənəsinə kömək edir. Bəzən də kənd dükanında satıcı xəstələnəndə Ayşə nənə gedib 1-2 saat ona kömək edir ki, dükan bağlanmasın.
Bu kömək müqabilində də ona biraz çörək pulu verirlər. İndi deyirlər ki, bu kömək qeyri-rəsmi əmək sayılacaq və Ayşə nənənin pensiyasından kəsiləcək. Hətta 300 manat cərimə də yazıla bilər. Ayşə nənənin bu cəriməni necə ödəyəcəyi, əziyyətlə qazandığı 300-400 manat pensiyanın kəsilməsi onun onsuz da çətin olan həyatını necə alt-üst edəcəyi düşünülmür. Və ya Əhməd baba, o ömrünün 40 ilini sürücü işləyib, kolxozlarda, sovxozlarda, gecə-gündüz sükan arxasında olub. İndi 68 yaşı var, şəkər xəstəsidir. Pensiyası elə-belə yaşamağa güclə çatır. Dərmanları baha, yemək bahadır. Nəvələri Bakıdadır, bəzən pul göndərirlər. Amma özləri də çətinliklə dolanırlar. Əhməd baba boş oturmaq istəmir. Deyir ki, kişi evdə oturmaz. Gecələr bir dayanacaqda gözətçilik edir. Gündə cəmi 5 saat, aylıq da 150 manat pul alır. İndi onun da pensiyasından kəsmək istəyirlər. Bu nə deməkdir? Bu insanların əl-qolunu bağlamaq, onları pasiv həyata məhkum etmək deyilmi? Bu insanları öz çətinlikləri ilə baş-başa buraxmaq deyilmi? Bu cür qanun layihələrinin təklif edilməsi əslində dövlətin sosial siyasətinin səmərəsizliyini, yaşlı nəslə qarşı biganəliyini göstərir. Axı insanlar bu yaşda niyə işləyirlər? Nəşədən, keyfdənmi? Xeyr. Öz ailələrinin yükünü yüngülləşdirmək üçün, nəvələrinə bir balaca kömək etmək üçün, bəlkə də sadəcə öz dərmanlarını almaq üçün. Bəzən görürsən ki, qohum-əqrəba arasında da çətinliklər var. Hər kəsin öz problemi var. Bu zaman ağsaqqal və ağbilçəklərimiz başqalarına yük olmamaq üçün özləri çalışırlar. Onların bu fədakarlığına görə onlara cəza vermək mi lazımdır, yoxsa dəstək olmaq? Kimlər risk altındadır? Əslində bütün işləyən pensiyaçılar risk altındadır. Lakin ən çox təhlükə altında olanlar qeyri-rəsmi işləyən və ya minimal əmək haqqı ilə işləyən pensiyaçılardır. Gecə gözətçisi, təmizlikçi, qapıçı, satıcı köməkçisi, kənd təsərrüfatında mövsumi işlərdə çalışanlar. Bunlar daha çox zərbə altına düşəcəklər. Çünki onların əmək müqavilələri ya yoxdur, ya da minimal əmək haqqı ilə bağlanıb. Məlumat toplayan müfəttişlər, icra hakimiyyəti orqanları ilə birlikdə bələdiyyə ərazilərində, hər bir kənddə, qəsəbədə bu insanların siyasını tərtib edib DSMF-yə ötürəcəklər. Bəs kimlərə yüksəliş veriləcək? Qanunvericilikdə hər il pensiyaların indeksasiyası nəzərdə tutulur. Yəni, inflyasiyaya uyğun olaraq pensiyalar artırılmalıdır. Lakin bu artım adətən o qədər az olur ki, bazardakı qiymət artımını heç cür qarşılamır. Bəzi kateqoriyalara, məsələn, müharibə əlillərinə, şəhid ailələrinə, xüsusi xidmətləri olanlara əlavə ödənişlər nəzərdə tutulur. Amma bu dəfəki qanun layihəsi o insanlara təsir edir ki, onlar elə bu xüsusi kateqoriyaya daxil deyil. Sadəcə ömrü boyu zəhmət çəkmiş, indi də yaşamaq üçün mübarizə aparan sıravi vətəndaşlardır. Mən təəssüf edirəm ki, dövlət elə bir siyasət yürütməlidir ki, pensiyasılar rahat yaşasın, əlavə işləməyə ehtiyac duymasın. Amma reallıq budur ki, insanlar məcburdurlar. Çünki pensiyaları yaşam standartlarına uyğun gəlmir. Bu ölkədə yaşlı nəslə qarşı dərin hörmət var. Ağsaqqallarımız, ağbirçəklərimiz hər birimizin evində, hər bir ailədə müdrikliyin, təcrübənin, səbrin rəmzidir. Onlar bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir. Onların çəkdiyi zəhmət bu torpağın hər bir kəndi, hər bir şəhəri üçün, bu ölkənin inkişafı üçün bir təməl olub. Necə olur ki, bugün həyatının son baharında bu qədər zəhmətdən sonra onların haqqına girmək istəyirlər? Mən sizi başa düşürəm əzizlərim. Sizin hər birinizin öz dərdi var, öz hekayəsi var. Bəlkə də biriniz övladınızın toyuna pul yığırsınız, bəlkə də biriniz nəvənizin dərmanına. Bəlkə də sadəcə özünüzə bir isti paltar almaq istəyirsiniz. Mən yenə də sizə özümü tuturam. Bu haqsızlığa qarşı səsinizi uzaldın. Siz nə hiss edirsiniz? Bu yeni təklif sizin həyatınıza necə təsir edəcək? Öz fikirlərinizi, təkliflərinizi şərhlərdə yazın. Unutmayın, birlikdə biz güclüyük. Bəs bu vəziyyətdən necə çıxmaq olar? Nə etmək lazımdır? Əvvəla panikaya düşməyin. Hələ ki, bu sadəcə bir təklifdir, qanun deyil. Lakin tədbir görmək vacibdir. Birinci addım. Əgər qeyri-rəsmi işləyirsinizsə, dərhal işə götürəninizlə danışın. Tələb edin ki, sizinlə əmək müqaviləsi bağlansın. Hətta minimal əmək haqqı ilə də olsa, rəsmi sənədinizin olması vacibdir. Qanunvericilik rəsmi işləyən pensiyaçılara pensiya kəsilməsini nəzərdə tutmur. Amma bu yeni təklif məhz buna yönəlib. Əgər müqavilə bağlamaqdan imtina edirlərsə, bu artıq qanunsuzluqdur və siz əmək müfəttişliyinə müraciət edə bilərsiniz. İkinci addım. Öz hüquqlarınızı öyrənin. Pensiya qanunvericiliyi mürəkkəbdir, amma əsas prinsipləri bilmək vacibdir. PSMF-nin qaynar xəttinə zəng edin, suallarınızı verin. İnanın mənə,
Çox vaxt insanlar sadəcə məlumatsız olduqları üçün haqsızlıqla üzləşirlər. Hər bir manatın, hər bir qəpiyin hesabı olmalıdır. Üçüncü addım. Hər hansı bir sənədi imzalamadan əvvəl diqqətli olun. Əgər sizə hər hansı bir cərimə protokolu ya da pensiyanızın kəsilməsi ilə bağlı sənəd təqdim edilirsə, dərhal bir hüquqşünasa müraciət edin. Özünüzü qorumaq üçün hər bir sənədin hüquqi dəyərini bilin. Bəzən bələdiyyə və icra hakimiyyəti orqanlarından gələn təqdimatlar qanuni əsas olmadan hazırlanır. Onların hər birinin düzgünlüyünə əmin olmaq lazımdır. Dördüncü addım. Əgər övladlarınız Bakıda və ya xaricdə, Rusiyada, Türkiyədə işləyirlərsə, onlarla danışın. Onlar sizə hüquqi məsləhətlərdə kömək edə biləcək və vəkil tapa biləcək insanlardır. Çox vaxt onlar uzaqda olduqları üçün sizin yaşadığınız çətinliklərdən xəbərsiz olurlar. Onlarla ünsiyyətdə olun. Beşinci addım. Kollektiv şəkildə etiraz edin. Əgər bu qanun layihəsi həqiqətən də qəbul olunarsa, minlərlə, on minlərlə pensiyaçı bundan zərər çəkəcək. Belə bir durumda hüquqşünaslarla məsləhətləşərək kollektiv şikayət və ya müraciətlər hazırlamaq olar. Sizin səs birliyiniz bu haqsızlığın qarşısını ala bilər. Unutmayın, əziz ağsaqqallarımız, əziz ağbüysəklərimiz, bu dövlət sizin zəhmətinizlə yaranıb. Bu torpaq sizin qanınızla sulanıb, sizin göz yaşlarınızla yoğrulub. Sizin hər birinizin qüruru, şərəfi var. Heç kimin haqqı yoxdur ki, sizin bu zəhmətinizi qiymətləndirməsin, sizə hörmətsizlik etsin. Bu cür qanunlar sizin pensiyanızı kəsməklə yanaşı, sizin ləyaqətinizi də alçaltmaq deməkdir. Buna imkan verməyin. Biz birlikdə dayanacağıq. Biz sizin hüquqlarınızı qoruyacağıq. Bəs siz necə düşünürsünüz əzizlərim? Bu qanun qəbul edilsə, gecələr gözünüzü qırpmadan, yuxusuz qalıb işlədiyiniz hər bir saata görə sizə cəza kəssələr, pensiyanızın 30%-ni kəssələr, hər qeyri-rəsmi işə görə 300 manat cərimə yazsalar, bu sizin üçün ədalətli olarmı? Gözləyirəm ki, cavablarınızı şərhlərdə yazacaqsınız. Hər bir sözünüz önəmlidir.